2 gün bundan önceden paylaşmışdım ki Ayvazoğlu TV dəvət edir. Kimin sözü var, kim dərdləşmək istəyir, buyursun. Yəni o nöqteyi nəzərdən görürəm, hələ heç kim istəyən yoxdur. Əslində bilirsiniz, mən ən çox qorxduğum şey, dostlar, mənim ən çox qorxduğum şey o şeydir. O şeyi də bizə artıq öyrədirlər. Yəni qulaq asmaq, keçmək və əlini yelləyib keçmək. Yəni bunu demək olar ki, biz çox 98-99% belə qəbul edirlər. Baxırlar, gülməlidirsə gülünç keçirlər, ağlamalıdırsa balaca köyrəlirlər. Biraz da şey olanda, yəni biraz o qalmaq, inqilab filanca söhbət edəndə kilometrə çıxırlar aradan ki bunlar ki sanki yəni mən eşitməmişəm, bilmirəm. Xəbərim yoxdur. Yəni o nöqteyi nəzərdən mən indi biz oturub burada Facebook'da və yaxud da başqa TikTok'da və başqa yerlərdə olan statuslardan danışsaq, yəni qutaran döyüş. Yəni biraz da onu ələ sal, bunu ələ sal filan və yaxud da kiminsə yanında ağıllı görünmək üçün, kiminsə yanında qəhrəman olmaq üçün. Yəni mən elə fikirləşirəm ki, bu dövrlər keçib. Bizim ancaq indi bu meydana o adamlar çıxmalıdır ki, çıxıb məsələn deyək ki, mən bir söz deyirəm və yaxud da nə isə deyirəm, bir balaca düz deməyəndə mənə istiqamət verirsən, deyirsən ki, qardaşım bu belə deyib, belədir. Biz nəyi nətər eləsək bu İlham Əliyev cinayətlərindən yaxamızı qutara bilərik. Bu məsələn mən indi yeni təzdən o hansı ki bizim o Tərtər cinayətlərində olan 80-ə yaxın insanlar idi, hansı ki Azər Firidunda çıxış elədilər, Kim TV-də çıxış elədilər və onlar bu saat arxivdə durur və mənə Qurban Məmmədov göndərmişdi, onların 1 dəqiqəlik, 30 saniyəlik belə kəsif videolarını hazırlamışdım. Onlar müxtəlif variantlarda mən bu 3-cü dəfədir mən artıq yenə də başlayıram həmin o Tərtərdə zərər çəkmiş və haqqını qəpik quruş almış, bəzən də heç almamış adamlarla bağlı o şeyləri yenidən onların öz dili ilə danışdığı şəkildə paylaşıram. Paylaşıram ki, bizim bu hakimiyyət başımıza belə bir oyun açıb və bunu heç kim unutmasın. İlham Əliyev şeyə verir, deyir o, nəyə deyir, Peysərə verir, yəni baxmır. Onu görə ki, özü törədib, yəni bu cinayəti özü törətdiyi üçün baxmır və indi biz də çalışırıq ki, unutmasınlar və çalışırıq ki, heç olmasa tərpənsinlər, heç olmasa biraz oyansınlar. Yavaş-yavaş. Xəlizatər deyirdi, fil balası filə dönür yavaş-yavaş. İgid bəzən əfəlləşir, əfəl bəzən igidləşir yavaş-yavaş. Bil ki, ürək döyünməsə sönə bilər yavaş-yavaş. İnanın, yəni mən o nöqteyi nəzərdən deyirəm ki, bu şərəf, ləyaqət, vicdan, bunlar bu hakimiyyətdə olan adamlar üçün, bu varlı, pullu adamlar üçün boş bir şeydir. Yəni onu görə ki, o pul onları örtüb bastır edir. Məsələn, şərəfsiz olanda da şərəfsiz görünmür. Mən bunu hər zaman danışmışam. Mən orta məktəb illərində hələ uşaq vaxtı. Məsələn, deyək ki, bir yerə gedirdin, bir yasda və yaxud da bir toyda gördün ki, bir 5-6 nəfər adam, sən də uşaqsan da, oturub yanlarından fırlanırsan, görürsən, biri danışır ki, bu filan gəz, bu şərəfsizin biriymiş, bəs bu da belədir, filan ailəsi belə filan. Bunda yaxşı pulu var. Birdən o, həmin o filan gəz, o anla bəri gəlir. Hamı durur, bəs ona yer verir. Şey edir, qalxırlar ki, gəlib otur filan. Pulu var. Hələ mən onda təəccüblə həmişə atamdan soruşardım ki, bəs bu. Və bəzən hallarda mən atam üstündən keçərdi, dərdi. Yəni, indi də bugün həmən situasiyadır Azərbaycanda şərəfsiz, ləyaqətsiz, ölkəni çapıb talayan adamlar yığışıblar. Baxın,
Ramiz Mehdiyev davası edirlər. Dünən bütün Ramiz Mehdiyevin ətrafında olan adamlar, yəni bu o qədər ilginç görünür ki, mən ona görə deyirəm, bizim bu məsələlərdən uzaq durmamız lazım. Yəni biz yığışıb bir yerə öz başımızın çarəsini qılmalıyıq ki, bizim balalarımız həmən bu irgəncliklərdə iştirak eləməsin. O günü Əli bəy Bədəlov deyir ki, biz yeni nəsli yetişdirməliyik. Qardaşım, əgər bugün İlham Əliyev bu millətin 90%-ni qul vəziyyətinə gətiribsə, aç saxlayırsa, inanın mənə, nökərdən doğulan uşaqdan şəxsiyyət olmaz. Sən onu nətər yetişdirəcəksən? Bizim hansımıza bizim evimizdə tərbiyə verirlər? Baxmışıq, görmüşük, atamız, anamız nə edir, biz də onu eləmişik. Yəni tərbiyə məsələsi elə məsələdir ki, əxlaq məsələsi. Sən bu həm də gendən gələn şeydir dostlar. İnanın mənə. Yəni bu o deyil ki, sən bir filosof var, bu təhsillə bağlı onun bir statusuna rast gəlmişdim. Deyir, biz deyir insanları, məsələn uşağımızı deyir repetitor yanına göndəririk ki, dərs oxusun, savadlı olsun. Amma əxlaq dərsi keçməyi unuduruq. Düzü, mən qulaq astım o statusa, mənim xoşuma gəlmədi. Ona görə ki, yəni bizim hansımıza əxlaqdan dərs veriblər? Biz sadəcə ətrafımızda görmüşük, dosta, tanışa, qardaşa, yoldaşa, atıya, anıya baxmışıq və ona görə də bəzən bizim yanımızda belə bir şey eləyəndə, yəni əxlaqsızlığa bənzər bir şeyinə təəccüblənir və deyir ki, bunu belə eləmək olmaz. Yəni o nöqteyi nəzərdən, yəni mən düşünürəm ki, əxlaq dərsi vermək absurd bir şeydir. Baxın, İlham Əliyev hakimiyyətində sən kimdən əxlaq götürə bilərsən? Sən evdə gördüyünlə uşaq gedir efirdə, TikTokda, deyək ki, sosial şəbəkələrdə baxır, görür ki, səhərdən axşama kimi İlham Əliyev şərəfsizlik edir. Amma danışanda şərəfdən, ləyaqətdən, vicdandan, düz olmaqdan danışır. O da baxır, görür ki, bu yalan danışıb, yaxşı yaşamaq daha yaxşıdır. Nəinki, deyək ki, ləyaqətli olub, düz danışmaqdan. Yəni, o nöqteyi nəzərdən mən həmişə bu barədə fikirləşəndə ona görə düşünürəm. Məsələn, deyək ki, indi Əli qardaşımız yeni nəsil yetişdirmək deyir, gənclərin deyir. Fakt bugün Azərbaycanda demək olar ki, siyasi mübarizədə gənclər sıfırın altındadır. Bax, gəlin baxaq. Azərbaycan Xalq Parlamentinə baxaq. 3-4 nəfər adamı çıxmaq şərti ilə hamısı 50-nin üstündə olan adamlardır. Və yaxud da deyək ki, Azərbaycan Milli Müqavimət Hərəkatı olsun və yaxud da istənilən yerə Bakıdan, məsələn, mən indi baxıram, mənim uşaqlarımla səhərdən bir maraqlı söhbət edirəm falan, baxıram ki, Azərbaycanda deyək ki, siyasi liderlərdən heç kim tanımırlar. Heç, inanın, heç belə maraqlı da deyirlər üçün. Tanımaq belə istəmirlər. Yəni, başları qarışıb dərsə filana oxuyurlar, çalışırlar ki, yəni bir sənət, bir iş sahibi olsunlar, yaşasınlar. Ona görə ki, Azərbaycanda gördüklərini görürlər. Amma bütün bunlara baxmayaraq, o günü deyirlər ki, ata biz gedib Bakıda, Azərbaycanda işləyəcəyik. Düzü, mən biraz da sevindim ürəyimdə ki, bilirsiniz, yəni, bu yaxşıdır. Amma indi gəlin belə götürək. Bu sabah universitet tutarda, əgər bu hakimiyyət dəyişməsə, mənim uşaqlarım gedib Azərbaycanda işləyə bilərmi?